Regionda kövrək sülh, amma böyük imkanlar var. İndi vəziyyət dəyişib və Ermənistanla Azərbaycan arasında çox kövrək, amma real bir sülh yaranıb. Axar az xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sərkis Xandanyan deyib. Xandanyan bildirib ki, son illərdə baş verən proseslər regionun gələcəyi üçün yeni reallıqlar yaradıb. Onun sözlərinə görə hər iki ölkə uzun illər davam edən münaqişədən sonra praktik əməkdaşlıq dövrünə qədəm qoymaq imkanı əldə edib. Bu sülhün davamlı olması üçün hər şey edilməlidir. Kommunikasiyaların açılması və Tramp yolu layihəsinin həyata keçirilməsi təkcə Ermənistanı deyil, həm də Orta Asiyanı Avropa Birliyinə yaxınlaşdıracaq. Bu, regionda təhlükəsizliyin dəyərli bir qarantıdır. Deputat qeyd edib ki, Ermənistan üçün yeni iqtisadi və diplomatik fürsətlər açılır. O, regionun birgə iqtisadi platformaya çevrilməsinin həm Azərbaycan, həm Ermənistan, həm də qonşu ölkələr üçün faydalı olacağını bildirib. Əgər tərəflər bu sülhü qoruyub saxlaya bilsələr, təkcə sərhədlər deyil, münasibətlər də açılacaq. Yeni ticarət yolları, birgə layihələr və enerji marşrutları regionu tamamilə dəyişdirə bilər. Xandanyan həmçinin vurğulayıb ki, Qarabağ münaqişəsinin bitməsi bütün regionda diplomatik münasibətlərin yenidən formalaşmasına təkan verib. Onun fikrincə artıq prioritet hərbi deyil, iqtisadi və sosial sabitlik olmalıdır. Ermənistan və Azərbaycan sülh sazişini imzalayarsa, bu Cənubi Qafqazda yeni bir dövrün başlanğıcı olacaq. Hər iki xalqın rifahı və təhlükəsizliyi üçün bu tarixi addımdır. Sonda Xandanyan beynəlxalq ictimaiyyəti də bu prosesə dəstək verməyə çağırıb. Bizim regionda uzun müddətli sabitlik üçün beynəlxalq dəstək vacibdir. Qonşular arasında etimad qurmaq zaman alır, amma bu istiqamətdə irəliləyiş artıq görünür. Ekspertlər hesab edirlər ki, Xandanyanın bu fikirləri Ermənistan cəmiyyətində sülhə meyilli yeni siyasi tonun yaranmasından xəbər verir. Bununla Bakı-İrəvan xəttində davamlı dialoqun qurulması istiqamətində ümidlər bir qədər də artıb.